Aha, bugünkü dersimiz kovalent rabita olacak. Kovalent rabita. Uşaqlar, kim deyər? Kovalent rabita neçə yerə bölünür? Ayhan? 2 yere bölünür. Polirabita, qeyri-polirabita. Polirabita. Bir də qeyri-polirabita. Qeyri-polirabita. Biz necə geçmişdik? Polirabita hansı rabita idi? Hansı ünitlərlə misal göstərə bilərik? Göstərək. Yani polirabita müxtəlif növ qeyri-metal arasında baş verən rabita idi. Məsələn, hidrogenlə xlor. H-klor. Baxın, şagirdimiz dedi ki, polirabita iki müxtəlif elementlər arasında olan rabitadır. Bunu belə izah edir. Polirabita o deməkdir ki, hidrogenin bir elektronu var. Bilirik, hidrogen neçənci qrup elementidir? Kim deyər? Denə? Mən birinci qrup. 7-ci qrup. Sıra nömrəsi neçədir? 1-dir. Hidrogen sıra nömrəsi 1-dir. Düzdürmü? Bunu biz paylayırıq. 1s1. Neçədən elektronu var? 1 ədəd elektronu var. Düzdürmü? Ona görə bu hidrogendir. Hidrogen, aha dedi 1 elektronu. Klor gəlir sonra. Klor neçənci qrup elementidir? Kim deyər? Klor neçənci qrup elementidir? Bir sonra 7-ci qrup. aha, əyləş. Klorun sıra nömrəsi neçədir? 2. Əyləş yox. Güzlə. 17. 17'dir. Aslında. Kim 17'ni paylayan mənim üçün? Gəl. Danışın. 1 S2, aha. 1 S2, sonra 2 S2, Aha. burası 2. Bak bunlar hepsi bilmem. İkinci yəni neçə elektron olacaq? 6, aha. Bu 8. Bunun önəsi. Bunlar toplamda 8 üstələrəsi 2, edir 10. Məsələn, 3 səviyyədə S, 2, 2, aha. 3, 6, 2, 58. 8 amma bizə neçə elektron lazımdır? Bizə 17 dənə. Bu necə eləyəcək? 10, bu da 5 eləməlidir burada. Bura necə olacaq? Bir dəqiqə mən burada birinci mən 4-ün esini doldururuq. Yox. Bax 2, 8, 10. Üçüncü səviyyə 15 olmalı, düzdürmü? Bəli. 3, 2, 12. Bura neçəsi olmalı ki 15 olsun? 312, bir dəqiqə mən bu 17-də 8 şeydir, 10, 18, bir dənə lazım. Yox. Əyləş, Ayxan gəl. Mənim bura 10 olmalı. Bura mən 2 qoydum, burada 5. Aha. Bunlar 17 oldu, düzdürmü? Yaz 17'də yaz. 7 mən. Yox. Axırıncı 17 yazır. 17 yox. 7 mən. Bu necə Biraz aşağıya yaz. 7. Sağ ol. Əla. Düzdür. Yaxşı. Kim qrafik formullarını doldurar bəs belə? Orbitalları kim doldurar? Orbitalları. Gəl göstərəm. Bir orbitalda maksimum 2 elektron ola bilir. Və orbitallar tək dolur. S-də bir orbital seçirik. Aha. 2 dənə simini yerləşdir, çünki maksimum 2 elektron. Aha. Daha sonra 2S2, yəni burada bir boş xana seçirik, 2 simini yerləşdirdik. Sonra 2 P üstü 6'ını doldururuq. P-də 5 orbital olur. 3 6. orbital. 3 dənə 3 orbital olur. orbital olur. 6 6 elektron olur. Aha. Bir yuxarı, bir aşağı bu şəkildə siminləri doldururuq. İkinci səviyyədə tutarıq. Gəl üçüncü səviyyədə. S2-yə. Aha. Burada da bir yuxarı simin, bir aşağı simin. Aha. Sonra burada 3P, 5 var. Yenə də P'də 3 orbital olduğuna görə 3 boş xana çəkirik. Siminləri Tək doldururuq. Tək. Aha. Sonra cütləşdiririk. Neçə dənəsini doldururuq? Üçünü doldurduq. 5 dənəsi. Bəli, 5 dənə. Üçünü doldurduq, birində çarpı. Sonra oldu. Bir dənəsi də tək qaldı. Düzdürmü? Bir. Deməli biz burada gördük ki, burada da klorda da bir dənə tək elektron var. Həmən bu klorun da tək elektronu birləşir. Bunlar, yəni şərikli şəkildə hidrogende bir elektronunu verir, klorda bir elektronunu verir və bunlar birləşib rabitə əmələ gətirirlər. Həmən bu rabitəyə
kovalent-polyar rabitə deyilir. Niyə görə kovalent-polyar rabitə deyilir? Bunun səbəbi var. Xlor güclü elektromənfi elementdir. Yəni, elektromənfi nə deməkdir? Elektronu mənimsəmək deməkdir. Onlar elektronu sevirlər deyə, amma ki, çox da güclü deyil də, tam hidrogen bütün elektronlarını vermir. Biraz nisbətən qütbləşmə baş verir. Yəni, bura yüklənir mənfi yüklən, elektron birisi mənfi yüklüdür də. Bura yüklənir müsbət yüklən. Çünki hidrogendəki elektronu özünə doğru çəkir. Və burada polyarlıq, yəni qütbləşmə baş verir. Polyarlıqla qütbləşmə eyni anlayışdır. Amma qeyri-polyar rabitələrdə necə olur? Kim deyər? Qeyri-polyar rabitələr hansı rabitələrdir? Buyur göstərə. Qeyri-polyar rabitə eyni növ qeyri-metal arasında baş verən rabitəyə deyilir. Əyləş. Qeyri-polyar rabitəyə kim misal çəkə bilər? Dedi, eyni növ elementlər arasında olan rabitədir. Buyur. Xlordan flor. Sağ ol. Eyni növ elementlər. Məsələn, flor 2. Gözəl. O2 molekulumuz bir flor 2 molekul formasında mövcuddur, düzdürmü? Bu necə başlayır? Florun bir elektronu, bu da digər, iki dənə flor olacaq, digər florun da bir elektronu var və bu arasında rabitə yaranır. Düzdürmü? Bunların hər ikisi də eyni güclü elementlərdir. Yəni, florun ikisi də eyni element olduğu üçün gücləri eynidir. Ona görə bunlarda qütbləşmə baş vermir. Qütbləşmə, yəni polyarlıq olmur. Fərz edək ki, mən bu qələmdir, mən də eyni gücləyəm. Bunu mən hara dağıta bilərəm? Heç yerdə. Çünki iki nəfər iki güclədir. Fərz edək ki, mən Ayxanla delərək tuturam. Ayxanın gücü məndən daha çoxdur da, nisbətən. Görürsən, Ayxan çəkir. Bu polyar rabitə olur. Amma eyni elementlər arasında olanda isə bu qeyri-polyar rabitə olur. Yəni, burada qütbləşmə baş vermir. Bu qeyri-polyar. Və bunların hər birində hər bir element özü bir elektron verir. Yəni, bunlar şərikli şəkildə rabitə yaradırlar. Bir də var, donor-akseptor rabitəsi. Burada artıq şərikli olmur. Görən kimsə bilər. Yəni, digər öz elektronunu vermir. Onlar öz boş orbitalını verir. Donor-akseptor. Donor nə demək ümumiyyətlə? Qan verən olur burada kimdəsə uşaqlardan. Buyur. Qan verirsən, qan verənsənsə, sən yəni donorsan, sən qanını verirsən. Elementlər arasında isə, buyur. Donor-akseptor rabitəsi dediyiniz mən nümunə göstərə bilərəm. Buyur. Məsələn, iki dənə insan kiraya qalır, ikisi biri evdə, biri daha biri məsələn varlıdır, biri biraz nisbətən kasıbdır. Bütün ödənişi varlı olan eləyir. Kasıb isə ödəniş eləmir, yəni varlığının pulu ilə həmin yerdə qalır məsələn. Buna məsələn, elə donor-akseptorda budur, yəni hər biri ümumiyyətlə arasında baş verir. Ayrır. Doğru budur. Belə izahləmişdik də biz donor-akseptor rabitəsini ki, yəni burada ümumiyyətlə elektron vermir. Niyə yanlış istədiniz? Bax, məsələn, fərz edək CO. Bu arasında iki dənə mübadilə mexanizmindən yaranan rabitə var. Yəni, karbon bir elektronu verir, oksigen bir elektronu verir. Karbon bir elektronu verir, oksigen bir elektronu verir. Və sonuncu üçüncü rabitə donor-akseptor olacaq. Yəni, burada oksigen elektronlarını verəcək, amma karbon özünə elektronunu verməyəcək. Karbon boş orbitalı verib qalacaq. Bu necə baş verir? Məsələn, bu karbonun sıra nömrəsi neçədir? Kim deyər? Qrupda yerləşməlidir. Sıra nömrəsi. Sıra nömrəsi 12. Yox, bu ispat müştəsi. 6. 6. Paylayırıq 2, 4-ə. 2S2, 2P2. Düzdürmü? Fikir verirsiniz, burada bunun boş orbitalı var bir dənə. Elektrondan dolmamış. Oksigenin sıra nömrəsi neçədir? Kim deyər? Buyur. 6. Oksigenin. Xeyr, 10. Yox, o ispat müştəsi. Yəni 8, 8. Düzdür. 8 paylayırıq. 2, bir də 6. 2S2, 2, P, 4. Düzdürmü? Belə olur da. Dört tane oldu da. 3, bu da bir 4 tane.
rabitə, yəni polyar rabitə, karbonla oksigen arasında olan rabitə. Bax, bu tək elektronunu verir karbon. Oksigen də tək elektronunu verir. Bir dənə rabitə, bir xətt yaranır. Bu tək elektronunu verir, bax. Bu birləşir, bir dənə rabitə yaranır. Sonra bu tək elektronunu verir, bu da tək elektronunu verir, bir dənə rabitə yaradır. Düzdürmü? Düz xətt. Amma bir dənə də burada cüt elektron var, burada boş orbital var. Karbonun bir dənə boş orbitalı var, bomboşdur. İçində elektron yoxdur. Amma oksigende cüt elektron var, düzdürmü? P səviyyəsində. Görürsünüz bu elektronu. Bu iki xətt nə deməkdir? Cüt elektron olmaq deməkdir, düzdürmü? Həmən bu gəlir, verir bura elektronlarını bura. Gəlir, düşür bura. Bu sayədə yaranan rabitəyə deyilir donor-akseptor rabitə. Və burada donor-akseptor rabitəsində əgər burada hansı verdi hansına? Oksigen verdi karbona, yoxsa karbon verdi oksigene? Hansı deyil cüt elektron? Mən oksigen verdim mən karbona. Oksigenin cüt elektronlarıydı, karbonun boş orbitalı var idi. Onda donor hansı olacaq? Oksigen. Oksigen. Akseptor hansı olacaq? Karbon. Akseptor nə deməkdir? Qəbul eləmək. İngiliscədə qəbul eləmək deməkdir. Deməli, biz bəzi insanlar var, kiməsə yaxşılıq eləmək göstərir ki, mən bu falan kəsə yaxşılıq eləmişim. Bu da oksigen də öz elektronunu verdiyin ki, oxdan göstərir. Deyir ki, yəni mən öz elektronumu verdim karbona. Düzdürmü? Buyur. Sual verirəm. Əlbəttə. Məsələn, orada karbonla oksigen arasında hələ oksigen karbona donor verməmişdən əvvəl, yəni elektron verməmişdən əvvəl, yəni o belə deyək də xəttin bir tərəfinə X qoymuşam, bir tərəfinə dairə qoymuşam. Çünki ona nəyə görə qoymuşam mən? Fərqlənsin deyə. Yəni bu karbon elementidir, bu da oksigen. Hər ikisi 2 elektron verir də mən. Göstərdim də, bax oksigende bir elektron var, karbonda 2 elektron var. Düzdürmü? Bəli. Hər biri hərəsi bir verdiklər, rabitələr yaradıblar. Doğrudur? Bəli. Şərəkli. Buyur. Sual nə idi? Elə buydu. Yəni o deyir ki, yəni orada hərəsi fərqli, yəni 2 dənə elektron qoyubdu, bir dənə amma oksigen elektron verdi. Üçüncü rabitədə isə görün ki, karbonun boş orbitalı var, amma oksigenin 2 dənə cüt elektronu var. Bərabərləşsin deyə. Bəli. Çox sağ olun. Aydındır?